Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Pensiya yaşının qaldırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov olanda, əmək pensiyaları haqqında qanunda edilmiş dəyişikliklərə əsasən həyata keçirilib. Bu qanun 7-ci maddəsində nəzərdə tutulur ki, kişilərin yaşı həddi 2017-ci il iyul ayının 1-dən başlayaraq 2021-ci il iyul ayının 1-nədək, qadınların yaş həddi isə 2017-ci il iyul ayının 1-dən başlayaraq 2027-ci ilin iyul ayının 1-nədək hər il 6 ay artırılır. Qanundan göründüyü kimi 2027-ci ildə qadınlar və kişilərin pensiya yaşı eyniləşəcək, 65 yaş olacaq. Amma bu dəyişiklik olunana qədər pensiya hüququ qadınlar üçün 60, kişilər üçün 63 yaş idi. Təbii ki, insanlar üçün pensiyaya daha tez çıxmaq daha əlverişlidir. Bu, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edərdi. Mən yaş həddinin biraz aşağı salınmasının tərəfdarıyam, deyə sözlərinə əlavə edib.